Salam, axşamınız xeyir olsun. Bugün Masallı İmtahan Mərkəzində keçirilən sınaqların izahlarını verəcək. Deməli, birinci başlayırıq 5-ci sinifdən. Birinci suala, yəni 21-ci suala baxırıq. 21-də deyir ki, A üstə gəl B bərabərdir 254 olarsa 25 vurulsun A üzərinə gəl 25 vurulsun B ifadəsinin qiymətini hesablayın. Hər birisindən ortaq vuruq olaraq bax, toplama körpü kimi hesab eləsək, hər ikisində ortaq vuruq olaraq 25 var. 25-i ortaq vuruq kimi çıxarsaq, birində A, digərində B qalır. Yəni olur A üstə gəl B bərabərdir. Bizdə də A üstə gəl B-nin 254 olduğunu veribdir. Deməli biz 25 vurulsun A üstə gəl B-nin yerinə biz artıq 254 yazırıq. Vurulsun 254 bərabərdir. Və burada da 254-ü vururuq 25-ə. 5 4-ün 22 yadda, 5 5-in 25, o da 2 27. 2 yadda, 5 2-in 10, 12. 2 4-ün 8, 2 5-in 10, 1 yadda, 2 2-in 4, o da 1 5. Toplayırıq. 0, 15 1 yadda, 2 o da 1 3, 1 üstə 5 6. Cavabımız eləyir 6350. Doğru cavab B variantı. Növbətiyə baxaq. Yirmi ikinci suala baxaq. 22-ci sual. 5-ci sinifdə bəli. 5-ci sinifdən sonra 6-cı sinifə keçəcəm. 22-ci sualda 53.000 bölünsün 100 üzərinə gəl x. Bir dəqiqə mən burada da variantları qeyd edeyim və sonra sonda hər kəs yazar da. Deməli. Birinci sualımızın cevabı oldu B variantı. 1B. 1B. Növbətiyə baxaq. Üstə gəl x bərabərdir 1331 tənliyini həll edin. Burada nə indi uşaqlar? 1, 2-dən 0, 1, 2-dən. Çünki bölmədə eyni sayda sıfırları atırıq. Və burada qalır 530 bölünsün 1. 530-u 1-ə böləndə elə 530 eləyir. Üzərinə gəl x bərabərdir 1331. Toplanan cəm. Məhsul toplananı tapmaq üçün cəmdən məlum toplanan çıxmaq lazımdır. Buradan da x bərabərdir 1331-dən çıxırıq 530. 1, 0, 13-dən 5 çıxanda 8, cavab eləyir 801. Doğru cavab variantı C variantı 22-də. Növbətiyə baxaq. 23-cü suala baxaq görəyələ. Uşaqlar, siz də baxdıqca üstə gəl çıxmanı qoyun. Hələ ki 5-ci sinifdir. Yəqin ki burada 5-ci sinif yoxdur. İndi birazdan 6-cı sinifə də başlayacağım. 23-cü sual. 8892 bölünsün 39. Üzərinə gəl 12 bölünsün 10 ifadəsinin qiymətini hesablayın. Deməli, əməllər sırasına gəl birinci 8892-ni bölürük 39-a. 88-i ayırdıq 2 dəfəsi elədi 78. Çıxırıq 10 qaldı. 9-u yətiririk. Yenə də 2 dəfə, çünki 3 dəfəsi 90, 27 çox eləyir. 2 9-un 10-su yenə də 78 eləyir. Çıxırıq 9-dan 8 1, 10-dan 7 3. 2-ni gətiririk. Bu da düşür 8 dəfə. 8 9-un 72, 7 yadda 8-ün 24, o da 7 31. Deməli, bölmənin cavabı elədi 228. İkinci əməldə 228-in üzərinə 12 gəlirik. 11 yadda 3 o da 1 4, 2 240. Üçüncü əməldə də 240-ı bölürük ona. 24-ü ayırsaq, ümumiyyətlə bölmədə eyni sayda sıfırları açaq, 24-ü 1-ə bölündən, onsuz da 24 düşəcək cavabımız. Deməli, 23-ün cavabı oldu 24, yəni C variantı. Bax belə. Növbətiyə baxaq.
O 8-ci sinifin izahı olacaq, ona görə də qulaq asarsan. Axıra qədər qulaq as. Növbəti 24-cü suala baxaq. Görə 24 dənədir. 24-cü sual. Rəqəmləri müxtəlif olan ən kiçik 5 rəqəmli ədədlə. Biz ən kiçik 5 rəqəmli ədədi 1, 2, 3, 4, 5 rəqəmli. Rəqəmlər müxtəlif olsun, ən kiçik 5 rəqəmli ədədlə 9052 ədədinin cəmini tap. Rəqəmləri müxtəlif ən kiçik 1 ilə, sonra 0, sonra 2, sonra 3, sonra 4. Ən kiçik 5 rəqəmimiz oldu 10234. Bununla deyir 9052 ədədinin cəmini tap. Yəni 10234-ün üzərinə 9052 gəlirəm. 4-ün üstünə 2, 6, 3 üstə 5, 8, 2, 9, 1. Cavabımız eləyir 19286. Yəni doğru cavab B variantı olacaqdır 24-də. 25-ci suala baxırıq. 25-ci sual. 25-də deyir ki, bir yeşikdə 25 kilogram. Bax, birinci yeşikdə 25 kilogram. İkinci yeşikdə isə bundan x kilogram az. Yəni 25-dən x kilogram az, 25 çıxılsın x olacaq. Deyir ki, 2 yeşikdə cəmi neçə kilogram alma olduğunu da deyir. 2 yeşikdə neçə kilogram alma olduğunu hansı bətdə düzgün göstərmişdir. 2 yeşiyin ikisini də toplamaq üçün biz 25 ilə 25 çıx x-in cəmini tapmalıyıq. Burada da 25 ilə 25 toplasaq eləyir 50, çıxılsın x. Yəni bizim doğru cavabımız olur C variantı. 26-cı suala baxırıq uşaqlar. 26-cı sual. Deyir ki, 425.198 ədədində neçə minlik var? Uşaqlar, 1000 deyəndə ağlıma 3 sıfır gəlir. Deməli, verilən ədədin sağdan başlayaraq 3 rəqəmini açsaq, yerdə qalır 425 minlik. Yəni doğru cavab variantı A variantı olacaqdır. 27-ci suala baxaq. Görəli 27 nə deyir bizə? 27-yə baxırıq. 27. Deyir 6 kilogram şəkər tozu. 6 kilogram şəkər tozu. Hər biri 800 qram olan 7 şüşə bankaya dolduruldu. Neçə qram şəkər tozu artıq qaldı? Yeter çox cavab yazma uşaqlar. Sadəcə dinləyin. Hər biri 800 qram olan 7 şüşə bankaya. Uşaqlar, 7 dənə şüşə banka, hər biri 800 qramla, 7 8-in 56-yı 2 sıfır atsaq 5600 qram edir. Biz də bilirik ki, 1 kilogram bərabərdir 1000 qram. Əgər 1 kilogram 1000 qramdırsa, 6 kilogram da eləyəcək 6000 qram. İndi bu 6000 qram şəkər tozunun artıq 5600 qramını bankələrə doldurmuşuq. Biz də 6000-dən çıxırıq 5600-ü görək. Nə qədər şəkər tozu artıq qaldır? 0, 0, ondan 6 çıxanda 4. Deməli, 400 qram şəkər tozu artıq qalır. Bu da doğru cavab A variantı olacaqdır. Növbətiyə baxaq. 28-ci suala baxaq. 28. Görək 28-də nə deyir bizə? 14 vurulsun 3 bərabərdir y üstə gəl 36 tənliyin həddi. Deməli uşaqlar, birinci 14-ü 3-ə vurmalıyıq. 14-ü vururuq 3-ə. 3 4-ün 12 bir yadda, 3 biriniz o da 1 4. Deməli 42 bərabərdir y üstə gəl 36. İndi uşaqlar, belə özünüzə sual verin ki, neçənin üstünə 36 yəni 42 eləyər və ya toplananlardan birini tapmaq üçün cəmlə məlum toplananı çıxmaq lazımdır. Y bərabərdir 42-dən də 36 çıxanda cavabımız eləyir 6, yəni doğru cavab B variantı. Növbəti 29-cu suala baxırıq. Görək 29-da nə deyir? 29. Deməli, 67373 çıxılsın 4543 üzərinə gəl 2647 vurulsun 2 ifadəsinin qiyməti hansı variantda düzgün göstərilmişdir? Demək olar, əməllər sırasında birinci mötərizəni həll edirik. 67373 çıxılsın 4543 67373 çıxılsın 4543 0 3 1 onluq 13-dən 5 çıxanda 8 6 qalmışdı 6-dan 4 çıxanda 2 və 6 62830. İkinci əməldə isə 2647-ni vururuq 2-yə. 2 7-nin 14 1 yadda, 2 4-ün 8 o da 1 9, 2 6-ın 12 1 yadda, 2 2-nin 4
O da bir 5. Və nəhayət 3-cü əməldə 62830, yəni mötərizənin cavabının üzərinə vurmadan aldığımız cavabı gəlir. 5294. 4, 12 bir yadda, 10, 11 bir yadda, 7 o da bir 8, 6. Cavab eləyir 68124. Doğru cavab variantı A variantı. Növbətiyə baxırıq. 30-cu suala baxan uşaqlar, görək 30. İdman zalında 25 qız, deməli uşaqlar, qız 25 nəfərdir. Bundan 2 dəfə çox oğlan var. Uşaqlar, dəfə çox ümumiyyətlə vurma deməkdir. 25-dən 2 dəfə çox, yəni 25-i 2-yə vurur. 2 5-in 11 yadda, 2 2 4 o da 5. Deməli uşaqlar, 50 dənə də oğlan var. Deyir müəllim şagirdləri, biz hələ şagirdləri tapaq görək elə. Şagird görək neçə nəfərdir? Şagird də uşaqlar nəydən ibarətdir? Qızlardan və oğlanlardan ibarətdir. Şagirdləri tapmaq üçün deməli biz qızların sayının üzərinə oğlanların sayını gəlir. Ümumi şagirdlərimiz elədir 75 nəfər. Deyir müəllim şagirdləri 15 nəfərlik qruplara böldü. Deməli uşaqlar 75 nəfər ümumi şagirddir. Bunları yəni 15-15 bölsək, yəni biz 75 nəfəri 15-15 bölürük. 75-i də 15-ə böləndə cavabımız eləyir 5-ə bərabər D variantı. Neçə qrup oldu? 5 qrup oldu. Növbəti 31-ci suala baxaq. 31-ə baxaq. Görək 31-də nə deyir bizə? X çıxılsın 21 bərabərdir 47 olarsa 25 vurulsun X ifadəsinin qiymətini tap. Demək olar burada X-i tapmalıyıq və gətirib burada yerinə hasildə yerinə qoyub 25-ə vurmalıyıq. Azalan, çıxılan fərq. Məhsul azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlirik. X də bərabərdir 47 üzərinə 21 eləyir 68. X-imiz 68 oldu. Bizdən 25 vur X-i soruşursa əgər, yəni 25 vurulsun, biz tapdığımız X-in yerinə 68 yazırıq. Bərabər. Və 6 6 25-i 68-ə vururuq. 8 5-in 44 yadda, 8 in 16 o da 4 20, 6 5-in 30 3 yadda, 6 in 12 o da 3 15. 0 0 7 1. Cavabımız edir 1700 D variantı. Otuz ikinci suala baxırıq uşaqlar. Görək 32-ci sualda nədir? 32. Bidonda 35 litr süd var idi. Deməli 35 litr süd var idi. Ondan hər dəfə 4 litr olmaqla 7 dəfə süd götürdülər. Uşaqlar, hər dəfə 4 litr olmaqla 7 dəfə götürüblərsə, deməli 7 4-ün 28 litr süd götürüblər. Deyir bidonda neçə litr süd qaldı? Əvvəl bidonda 35 litr var idi. Bunun 28 litrini əgər götürüblərsə, deməli 7 litr süd qalır. Doğru cavab variantı A variantı. Bu belə. Keçdi növbətiyə. Uşaqlar, yenə də təzə gələn uşaqlara deyirəm ki, yəni bu dərsdən sonra artıq az qalıb 40 dənə sualdır. Dərsdən sonra 6-cı sinif izahı olacaq. 32, 33-ə baxaq görək elə. 33-cü sual. 979 çıxılsın, X üstə gəl, 732 bərabərdir 37. Olarsa X-i tapın. Deməli uşaqlar, hələ ki 5-ci sinif olduğumuza görə biz mənfi ədədlərlə tanış deyilik. Ona görə də bunu belə yazırıq. Bu azalandı, çıxılandı və fərqdir. Məhsul çıxılanı tapmaq üçün, yəni X üstə 732-ni tapmaq üçün azalandan 979-dan çıxırıq fərqi. Və X plus 732 bərabərdir 979-dan çıxırıq 37-ni. 9-dan 7 2, 7-dən 3 4 və 9. Cavabımız eləyir 942. Burada da yarandı toplanan cəm. Toplananlardan birini tapmaq üçün cəmdən məlum toplanan, yəni bilinən toplananı çıxmaq lazım. Və 942-dən də 732 çıxırıq 0 1 2. X-imiz bərabər olur 210-a. Yəni cavab olur 210 B variantı. Növbəti. Tural Vəli baxır orada yoxsa yox? Ümumiyyətlə 5-ci sinif var burada. Yazsınlar görək elə. 5-ci sinif var burada.
Növbəti 34-cü suala baxırıq. Deməli 85 vurulsun 137 çıxılsın 85 vurulsun 37 85 vurulsun 37 bölünsün 250. İfadəsinin der qiymətini hesablayın. Baxaq. Burada uşaqlar, nə etmək lazımdır? Mötərizənin içərisində gəlin əməllərlə yazaq. Birinci mötərizənin içərisini yazaq. Görəklər. Mötərizənin içərisində də bax 85 vurulsun 137 çıxılsın 85 vurulsun 37-dir. Hər ikisində çıxmanın solunda və sağında 85 vuruğu var. Və 85-i ortaq vuruq olaraq mötərizə xaricinə çıxarsaq, sol tərəfdə 137, sağ tərəfdə 37 qalır. Yəni 137 çıxılsın 37 bərabərdir. 85 vurulsun 137'den 37 çıxanda cavab edir 100. 85'i də 100'ə vuranda 85'i 1'ə vurub yanına 2 sıfır atırıq. İkinci əməldə də 8500'ü, yəni mötərizənin cavabını bölürük 250'yə. Bölmədə də eyni sayda sıfırları atsaq, deməli biz 850'ni 25'ə böləcəyik. 85'i açıq 3 dəfə, 3 25'in 75. Çıxırıq 10 qaldı. Axırıncı sıfırı da gətiririk 100. 100'ü 25'ə bölündür 4 dəfə, 4 25'in 100. Deməli bizim cavabımız oldu uşaqlar 34'ə bərabər. Cavab 34. A variantı. Növbətiyə baxaq. Hə, Tamasif yaxşı. Qulaq asçına gör nəyi səhv yazıbsan, nəyi düz yazıbsan. Növbəti 35-ci suala baxaq. Iyirmi dənə sualçı çox güman ki, biri 5 bal olur. Çox güman. 35'ə baxırıq. Eyni cür parçadan bir topda 35 metr. Deyək ki, uşaqlar, bax, bu top parçadır. Deyək ki, top parçadır. Bunda var 35 metr. İkinci topda isə 15 metr var. İkinci topda bu formada desək, uşaqlar, ikinci topda da deyək ki, 15 metr parça var. İki topun birlikdə qiyməti. Birlikdə deyilsə, uşaqlar, bunları toplasaq 35 də gəl 15 eləyir 50 metr. 50 metrin qiyməti 900 manatdırsa, biz 1 metrinin qiymətini tapmaq üçün 900 manatı bölərik 50'yə. Eyni sayda sıfırları atsaq 90'ı 5'ə bölündə düşür 18 dəfə. Deməli uşaqlar 1 metrin qiyməti 18 manatdır. Bizə deyir ki, ikinci topun qiyməti neçə manatdır? Uşaqlar burada bax, bu birinci top idi, bu da ikinci top idi. İkinci topda 15 metr parça var və onun da hər metri əgər 18 manatsa, deməli biz 15'i 18'ə vurmalıyıq. Vuraq 15'i 18'ə. 8 5'in 44 yadda, 8 1'in 8, o da 4 12. 1 5'in 5, 1 1'in 1. 0 7 2. Cavabımız eləyir 270 manat, yəni doğru cavab B variantı. Növbəti 36-cı suala baxırıq. 32'ni səhv yazdım. Kamal evdən 32'ni niyə səhv yazdım? Baxım görüm, 32'ni nəyə səhv yazdım bana? Baxım bana. Sonra 32'ni səhv yazdım böyle. Bidonda 35 litr süt var idi. Ondan hər dəfə 4 litr olmaqla 7 dəfə süt götür. 4 7 28. 35'dən 28 çıxan 7 litr qaldı. Düz yazmışam. Ha, keçdi növbəti. 35, 36-cı suala baxırıq. 36. Deyir 34 milyon 28 min 403'dən 589 vahid kiçik olan ədəd. Demək olar 34 milyon 28 min 403'ü belə yazırıq. Birincisi 34 milyonu yazırıq. 34 milyonun 6 sıfırını yazırıq. 6'dan sıfırın 34 milyon. Sonra 28 min 28 mini yazırıq. 28 min 403 400 və 3. Bunu toplayaq görək elə ədədimiz neçə edir? 3 0 4 8 2 0 4 3. 34 milyon 28 min 403. Bu 34 milyon 28 min 403'dən 589 var kiçik deyəndə, yəni çıxırıq 589'u. 4'dən 1 onluq 13'dən 9 çıxanda 4 eləyir. 9'a çevrilmişdi bu. 9'dan 8 çıxanda 1 eləyir. 13'dən 5 çıxanda 8 eləyir. 7 gəldi. 2 0 4 3.
34 milyon 27 min 814. 34 milyon 27 min 814 A variantı cevabımız uşaqlar. A variantı cevabımızdır. Yetmiş bir deyil orada uşaqlar. Bax, orada mənə əsəbləşdirdiniz. Bəzi uşaqlar da o letri 1 kimi götürüb. Uşaqlar, orada letr L hərfi də o. Siz onu niyə 1 kimi götürürsünüz ki? Orada letirdir. 35 həndi letri belə yazıb. Siz özünüz çaşdırıb bunu götürüb 1 kimi yazıbsınız. Bu 1 deyil uşaqlar. Letirdir, sadəcə L-nı çapını elə yazıblar. O formda yazıblar. Niyə özünüz çaşdırırsınız ki? 37-ci suala baxırıq. 37-ci sual. A bərabərdir 50 min, üzərinə gəl 700, üzərinə gəl 80, üzərinə gəl 5. B bərabərdir 6000, üzərinə gəl 800, üzərinə gəl 90, üzərinə gəl 7 olarsa və A plus B çıxılsın 47835 ifadəsinin qiymətini tapın. Demək uşaqlar 50785. Bax 50785. 785. İkincini toplayanda 6897. 6897. Və A'nın yerinə yazıram 50785. 785. Üzərinə gəl. B'nin yerinə yazıram 6897. Və çıxıram 47835-i bərabər. Yenə də özümü çaşdırmamaq üçün təbii ki əməllərlə yazmalıyıq. 50785 üzərinə gəl 6897. 12 bir yadda, 17 18 bir yadda, 15 o da bir 16 bir yadda, 6 o da bir 7 5. 57682. İkinci əməldə 57682-dən çıxıram 47835-i. 1 onluq 12-dən 5 çıxanda 7, 7-dən 3 çıxanda 4, 1 onluq 16-dan 8 çıxanda 8, 16-dan 7 çıxanda 9. 9847 doğru cavab variantı A variantıdır. Salam müəllim, mənəm. Hansı mən? Adı yazır elə sən kimsən? Hə, Əlquşat. Əlquşat, yoxla Əlquşat. Hə, yox, sənin dərsində bundan sonra başlayacaq. Az qalıb artıq, qurtarır. 2-3 dənə misal qalıb. Ondan sonra 6-cı sinifləri izah edəcəm uşaqlar. Hər kəs hazır olsun. 38-ci suala baxın uşaqlar. 38. 38-də deyir ki, rəqəmləri müxtəlif olan ən kiçik 5 rəqəmli ədəd. Uşaqlar, bayaq yazdıq bunu. 1, 2, 3, 4, 5 rəqəmli ədəd. Və rəqəmləri müxtəlif deyir. Və ən kiçik deyirsə 1, 0, 2, 3, 4. Ən kiçik 5 rəqəmli ədədin rəqəmləri cəmini soruşursa 1 üstəgəl 0, üstəgəl 2, üstəgəl 3, üstəgəl 4. Toplayanda da bunları cavabımız eləyir 10. Doğru cavab variantı D variantı. 38, növbəti 39-a baxaq görələ. Hə, 2 sual qalıb uşaqlar. 2 sualdan sonra artıq 6-cı sinifə keçirik. 39-cu suala baxırıq. 39. 39-da deyir, A-nın neçə natural qiymətində 57, A 25 böyükdür 57 466. Müqayisəsi doğrudur. A-nın neçə natural qiymətində uşaqlar, yəni 0 verə bilmərik bura. Burada da bunun qaydasını hansı formada mən sizə izah edeyim. Deməli 1, 2, 3, 4, 5 rəqəmli. 1, 2, 3, 4, 5 rəqəmli. Hər ikisi 5 rəqəmli uşaqlar. Bax, 5-ləri atıram, 7-ləri atıram. Burada qalır A 25 466. Burada da təbii ki başlamalıyam. 4-dən başlasam. Uşaqlar burada 4 versəm olur 425. Böyük deyil ki 466. Deməli 4-dən başlamayacağam. Başlayacağım 5-dən. Naturaldan söhbət gedirsə 5, 6, 7, 8 və 9. Təbii ki bir rəqəmli yaza bilərəm də. A-nın neçə natural qiymətində deyirsə sayırıq bunları. 1, 2, 3, 4, 5 dənə. Cavab 5 natural qiymətində. Yəni doğru cavab variantı A variantı olacaqdır. Növbəti sonuncu sualımıza baxaq. 40-cı suala baxaq. Bu 5-ci sinifdən sonuncu sual idi. Sonra yenə deyirəm, atacağım YouTube-a. Yəni kim istəsə yenə də təkrar baxa bilər. 40-cı suala baxırıq. 40-cı sualda deyir ki, A bərabərdir 1356, B bərabərdir 893 olarsa, A çıxılsın 99, çıxılsın, B üzərinə gəl 25 ifadəsinin qiymətini tapın.
Burada da uşaqlar A-nın yerinə 1356 yazıram. Yəni 1356 çıxılsın 99. Bağladıq mötərizəni çıxırıq. B-nin yerinə isə 893 yazıram. Üzərinə gəl 25. Birinci əməldə birinci mötərizə 1356 çıxılsın 99. 16-dan 9 çıxanda 7, 14-dən 9 çıxanda 5, 2 qalmışdır 1. Birinci mötərizənin cavabı 1257. İkinci əməldə ikinci mötərizəni hesablayırıq. 893 üzərinə gəl 25. 8, 11, 1 yadda 8 o da 1, 9. Bu da ikinci mötərizənin cavabı. Və nəhayət üçüncü əməldə birinci mötərizənin cavabı olan 1257-dən çıxırıq. İkinci mötərizənin cavabı olan 918 ki, iki mötərizənin ortasında çıxma var da. 17-dən 8 çıxanda 9 qalır, 4-dən 1 çıxanda 3 qalır, 12-dən 9 çıxanda 3 qalır. Cavabımız olur 339, doğru cavab variantı A variantı. Bax belə.